Bir ailədir Kəmala xanım. Pis yaşayır, iş zat tapa bilmir, kirayələr də çürüyür. Bir oğlu olur. Sonra elə olur, bəxti gətirir, işi olur, yaxşı vəzifə, gözəl bir ev, maşın və həmin vaxtda bir oğlu olur, ya bir uşağı olur. Bu uşaqların fərqi, məsələn, hər gün gəlir, yox, kirayəni düzəldə bilmirəm. O balaca uşaq onu eşidib, birinci uşaq. İkinci də bu onların şuuraltına təsir edə bilər. Mən bir 10-15 belə ailə görmüşəm. O kasıb olanda, doğulanla o balaca tamam elə bir ayrı-ayrı adamlardır. Çünki bu gözünü açıb, çilçıraq görüb, maşın görüb, gözəl istirahətlər görüb, yeməyin ən yaxşısını görüb, restoranlar falan. O birisi yox, belə yarı zirzəmi yerdə qalıb. O necə eləmək olar ki, birinci də gəlib ikinciyə çatsın? Bax, çox qəşəng sualdır, yaxşı sualdır, gərəkli sualdır. Burada o qədər nüanslar var ki, bax, ikisində də. Biri cəlalət içərisində, cəlallıq içərisində böyüyüb, hər şeyin gözəlin görünüb. Bax, burada, bax, iki halın ikisində də mən balans deyəcəm. Əgər valideyn balans saxlamağı bacararsa, o uşağa biz yəni kitab da oxuyanda görürük, ədəbiyyatdan da görürük, dünyadan da eşidirik də, bütün bu milyonerlər, milyarderlər nə edir? Öz övladlarını, bax, restoran setləri olan bir kişi boşqab yoduzdurur, boşqab yumaqdan başlasın. Ağıllıları da, inanmıram ki, o səviyyəyə çatan, milyoner olan insanın ağılı olmasın. Mütləq o uşaq boşqab yumaqdan başlayır, gedir ofisiantlığa, oradan yavaş-yavaş o gedir öz yerini tutur. Yəni onun o atasından heç olmasa bir belə deyək, bir çox şeylər götürübsə, bir nəsildən gələn kimi gedir o atasının səviyyəsinə çatır. Amma yox, həmən o adam oradan o uşağa hər şey verirlər. Uşağım deyir, analiz eləyəndə görürəm də, lap milyoner olmasın, normal yaşayan insan olsun. Mən bu uşağı deyir, bir dənə qoymamışam ki, nədənsə bunun ehtiyacı olsun. Hər bir şeyini, deyirəm ki, çox da belə elə bilir ki, indi gözəl bir iş görüb də. Deyirəm ki, çox da səhv eləmişsiniz. İndi uşaq çatıb artıq az qalıb 40 yaşı olsun. Bir neçə işə gedir, oradan çıxır, deyir ki, yox, bu mənlik deyil, yəni işləyə bilmirəm, falan filan. Yəni, o bişmək məsələsi var, bərkimək. Yəni, insanın bəlkə boşa düşməsi və bəli, buradan valideynin doğru, düzgün uşağına, yəni imkanlı valideynin ona münasibəti uşağın səhərsi gündə, yəni əlsiz, ayaqsız, hər kəsdən asılı olan və yaxud da ki, atadan, anadan asılı olan bir hala gətirə bilər. O, əvvəllər deyirdi ya, mamin sinoç. Bax, elə bir şey ola bilər. Bunu çox görürük. Burada mən həmişə deyirəm, anaların çox böyük rolu var. Övladlarını, bax, birinci növbədə elə oğlanlarını necə yetişdirəcəklər. Çünki ana yetişdirir oğlanı. O kişini, səhərsi günün, yəni bu cəmiyyətdə bir ailə başçısını. Bu çox önəmlidir. Və yaxud da o kasıbçılıq içərisində böyüyən uşağın elə bir rəqəmi ola bilər ki, o özünə söz verər ki, mən bunu bacaracam, mən bunu edəcəm. Bəli, bir rəqəmi ola bilər, 8 ola bilər. 8 də əzmlidir, otorite, hökmran, mən buna çatacam, mən bunu edəcəm. O 8-ə də baxmayın, yenə də bu uşaq vaxtı analiz olanda, gənc vaxtı, ona mən məsləhətləri var. Hər bir rəqəmin öz məsləhəti var ki, sənin uğura gedən yolunda sən nə etmə. Məsələn, 8 heç vaxt, həmişə haqq ədalət axtarar. Ay filan kəs bunu elədi, amma buna heç nə olmadı, mən filan şey elədim ya. Əgər bu hala düşərsə 8, ondan heç nə olmaz. O haqq ədalət həmişə də nə olacaq? Haqsız və ədalətsiz insanlar gəlib onu tapacaq. Çünki biz bunu deyirik, o enerjidəyik, istər-istəməz. İnsan öz-özünü adicə qrupda paylaşım eləmişəm, xanımlar o qədər deyir ki, aydınlandıq ki, yargılayarsan özünü, çox yargıla, məsələn, mən filan şeyi gərək eləməyərdim. Yəni, kəşki filan vaxtı filan kəsə filan sözü deməzdim. O da xeyri yoxdur. Səni yargılayan insanlar qabağa çıxacaq. Bəli. Bax, bugün bir gün çıxmayacaq. Sürəkli deyəcəksən ki, Allahım, bunlar hardan, niyə, məni niyə yargılayırlar, niyə mən bu vəziyyətə düşürəm? Amma hardasa kök sən içindədir, kök səndədir. Ona görə bu axır vaxtlar çatan deyir ki, içinizə baxın, özünüzə baxın, özünüzlə məşğul olun. Yəni, burada çox nüanslar var. O uşaq, o dediyiniz ki, o kasıb ailə, o da elə bir əzmkarlıqla böyüyər, gedər o istədiyi şeylərə addım-addım gedər, çatar.
onun vaxtı rəqəmi 4-də ola bilər, 1-də ola bilər, 8-də ola bilər. Ən çox belə o əslində belə baxsan 2-dən başqa 2 lider olmağa can atmaz. 2 kiminsə yanında onun idarəçiliyi ilə işləməyi seçən rəqəmdir. Amma özünə belə deyək, belə özü üçün planlar cızıb hədəf qoyub gedən rəqəmlər var. Onlar belə deyək də ən çox da mən elə gördüm ki, ehtiyac içərisində olan ailələrdən çıxır. Elə o milyonerlər, çox da belə deyirlər, ay milyonerin oğlu milyoner. Xeyr, belə deyildir. Doğrudan da mənəviyyatı və maddiyatı saxlaya bilən, əlində saxlaya bilən adamlar gedir, çıxır o son milyonerliyə. Bəli, milyoner olanlar olur və yaxud da çox imkanlı, amma onu əlində saxlaya bilməyənlər də olur. Niyə? Çünki mənəviyyat ikinci plana düşür. O mənəviyyatla o maddiyatı balansda saxlaya bilmir o adam. Nə zaman ki balansda saxlaya bilmir, orada yavaş-yavaş yəni o itirməyə başlayır.